Salam. Salam. Hoş gəldiniz. Uşaqlar, mən Göygöl rayon Şöhrət Həyat Doktor Məktəbi Riyaziyyat müəllimiyəm. Bu günləri sizə faiz mövzusunda açıq dərs keçəcəyik. Keçdiyimiz mövzu faiz mövzusu, yeni mövzu deyil. Yəni sizin bildiyiniz mövzulardandır. Sadəcə biz faiz mövzusunda işlədiyimiz misalları daha asan, əlverişli üsullarla hesablayacağıq. İndi baxırsınız təqdimata, qruplara bölmüşük sizləri. Yəni faiz, kəsir, vergi. Bunlar nəyə görə bu cür adlandırdıq? Yəni hər qrupun mövzumuzun adına uyğun adlandırmışıq. Biz faizi adi olumlu kəsirlərə, adi olumlu kəsirləri faizə çevirəcəyik. Bunu tətbiq edəcəyik müxtəlif sahələrə, həmçinin vergiyə. Bir də biz ən əsası portal Edu.az saytından istifadə etməklə biliklərimizi yoxlayacağıq. Həm də həmin mövzularda portalda olan mövzuların bir qismini işləyəcək. İndi baxırsınız bir video. Video baxandan sonra mən sizə fikirlərinizi istəyəcəm. Diqqətli olun. Videoda nədən söhbət etdiyini aydınlaşdıraq. İndi birinci videoda gördükləriniz haqqında fikirlərinizi soracağım. Məsəl üçün sizin qrupunda nə gördünüz? Burada bir ilin bir hissəsi, 4də 1 təşkil fəsillər, hər bir fəsilin özünə görə gözəlliyi vardır. Faizin sahələrində, məsələn, banklarda, Vergilər Nazirliyində faizə istifadə olunur. Yaxşı, oturun. Sizin qrupunuzun deyil. Hər bir fəslin öz gözəlliyi vardır. Hər bir fəsil ilin 4də 1 hissəsini təşkil edir. Faizdən gündəlik gəliri hesablayarkən banklarda, Vergi Nazirliyində insan başının neçə hissəsini su təşkil edir və başqa tipdə və başqa ərazilərdə istifadə olunur. Hər bir fəslin öz gözəlliyi var. Burada 4 fəsil göstərilir. 4 fəsil var, o deməkdir ki, hər biri ilin 4də 1 hissəsini təşkil edir. Faizin özü də hər gün gündəlik həyatımızda iştirak istifadə olunur. Yaxşı, oturun. İndi biz sizlə 1-2 sualla faiz haqqında bildiklərimizi dəqiqləşdirəcəyik. Birinci faiz haqqında nə deyə bilərsiniz? Sadəcə bu nə deyə bilərsiniz? Suallara cavab verərək cavablandıraq. Yaxşı, kim indi birinci deyir ki, faiz ədədin hissəsidir. Faiz ədədin hansı hissəsidir? Sualı belə qoyaq. Siz durun görün. Faiz ədədin %1 hissəsidir. Yaxşı, oturun. Sonra onluq kəsiri faizə çevirmək üçün onluq 100-ə vurub nə eləmək lazımdır? Onluq kəsiri faizə çevirir. Diqqətli olun. Yaxşı, sizin qrupu görün. 100-ə vur faiz göstərilən ədədə bölmək lazımdır. Onluq kəsir biz faizə çevirmək istəyirik. Məsələn, 0,5-i çevirmək istəyirik faizə. 0,5-i biz faizə çevirmək üçün onu 100 faizə vururuq. 100 faizə vurmaqsa 100-ə vurub 100-ə bölmək deməkdir. Yaxşı oldu. Siz ikinci qrup faizi kəsirə çevirmək üçün faiz göstərən ədədi deyin görün. Ədədin faizini tapmaq üçün ədədi 100%-ə bölüb alınan qisməti faiz göstərən ədədə vurmaq lazımdır. Yaxşı, üçüncü sualımız
Ədədin faizini tapmaq üçün nə eləmək lazımdır? Artıq yoldaşınız bu sualı cavablandırdı bəyəklərim. Ədədin faizini tapırıq. Məsəl üçün, 200-ün 5 faizini tapmalıyıq. Ədədin faizini tapmaqda nə edilir? Ne görün? Faiz göstərən faizə vurmaq. Ədədin faiz göstərən kəsirə vurmaq lazımdır. Yəni ki, elə demək istəyir. Ne görün? Ədədin faizini tapmaq üçün ədəd faiz göstərən ədədən vurub 100-ə bölmək lazım. Hə, olur. Yaxşı. İndi uşaqlar, sizlə yenə də biz suallarımızı davam etdirəcəyik. Mən sadəcə faizin hesablanmasının bəzi sadə üsullarını sizin nəzərinizə çatdıracağım. Sonra isə biz yenə tədqiqatımızı davam etdirəcəyik. Məsəl üçün 35 faizi tapırsınız. Bəyəklər uşaqlar suallarda cavab verdilər. 35 faizi tapanda 35 faiz tapmaq üçün, onu kəsirə çevirmək üçün nə almalıyıq biz? Faiz ədədinin 100-dən bir hissəsidir. Ona görə də yadınızda qalsın. İstənilən formada faizi tapmaqdan ötəri, istənilən formada faizi kəsirə çevirməkdən ötəri, istəyir adi olsun, istəyir onluq olsun. Onu 100-ə bölmək lazımdır. Məsələn, biz 35 faizə gəl çeviririksə, 35 faizi yazacağıq nə? %35. %35-də 100-ə bölmək deməkdir. Qalacaqdır 0,35. Bunu başa düşdük? Yaxşı, ondan sonra bir də faizin, mən faizi çevirdim onluq kəsirə. İndi biz faizi çevirmək istəyirik adi kəsirə. Yəni adi kəsir formasında saxlamaq istəyirik. Fərz edək ki, indi başqa bir ədəd olsun, heç oradakı ədəd olmasın, olsun 20 faiz. Biz 20 faizi çevirəndə %20 yazdıq. %20'ni neç yığsın aparmalıyıq? 20 yığsın aparmalıyıq, 5'də 1 qalsın. Yaxşı, sər apardıq, qaldı. 5'də 1. Yaxşı, ondan sonra indi biz kəsirə çeviririk. Faizi çevirdik, indi biz kəsiri çevirmək istəyirik. Məsəl üçün, onluq kəsiri çevirmək istəyirik. Yazıram bura, mən sıfırdan olsun məsəl üçün, sıfırdan faizi çevir, sıfırdan %75 ədəd olsun. Mən 75 faiz. Hə, 75 faiz olduğunu bunu nə tərcildiniz? Mən 100-ə vururum. 100-ə vurur. İndi bir şey var da, bərabərlik tərəzinin iki gözüdür də. Bunu əgər siz 100-ə vurun deyin, 100 faizə vurur deyin. 100 faizə vuranda 100-ə vurub 100-ə bölünür. Yəni, bax, və yaxud da, bax, elə bunun yazılışının özündən də çıxa bilər. Bax, yaza bilərik %75, elə də olar 75 faizə, artıq 100-ə vurub 100-ə bölmək məsələsini həll edəmək. Bundan başqa faizin yenə də hesablamalarda asan yolları var. Həmin asan yolları indi biz misal həlləri zamanı baxacaq. Bizim bu günləri elə araşdıraq, bunu cədvəl yadınızda saxlayın bunları. Bizim bugünkü əsas işimiz olacaq bu ki, faizə aid misalları daha asan yollarla həll edəmək. Bu məsələyə cavab verin. Bax, insan beyninin 80% deyir sudur. İnsan beyninin hansı hissəsi sudur? Deyir, %75. yox, 80% sudur. %80. %80. İqtisaddan parçalan? %80 deyil, 10.8. Yaxşı, biraz iqtisad gelirdi o. 10.8 mənim 5'də. Yaxşı. Yaxşı, indi keçək ki, sizlərin tədqiqatımızda. Yəni, nəzərinizə çatdırdım ki, bizim tədqiqat sualımız bu günləri bizim faizə aid misalların daha asan üsullarla həll olacaqdır. Bu daha asan üsullarla həllərin bir neçəsini mən indi sizə dedim, bir neçəsinə biz misal həllərimizdə rast gələcəyik. İndi siz açarsınız Portal Eduat saytını. Mən bəzilərimizin kompüterində bunu hazır açmışam. Əgər kim kompüterində də açıqca isə açacaq. Siz əlinizi bulamayın, mən deyilim, ondan sonra açacaqsınız. Bax, Portal Eduat saytında sizin açacağınız sayı bax budur. Əvvəlcə qulaq asın, sonra işləmək sizin üçün asan olsun. Bax, bu sayt. Burada faiz mövzusunu, bir də ədədin faizinin tapılması mövzusunu indi biz işləyəcəyik. Niyə tər işləyəcəksiniz? Bax, məsəl üçün, giririk faiz mövzusuna. Faiz mövzusunda 2 dənə test var. O 2 testin biri ədəd faizin kəsrə çevrilməsidir, biri də tərsinə, kəsrin faizə çevrilməsidir. Bax, indi siz faizi çevirərsiniz kəsrə. Siz də kəsrə çevirərsiniz faizə. Bu testi hərəniz birini işləyəcəksiniz. Sadəcə olaraq bizim ekranda göstərmək imkanımız biraz az olduğuna görə mən sizin kompüterləri qaldırıb basacağım. Yoxlayanda orada yoxlama düyməsi var. Biləcək ki, hansı düzdür, hansı səhvdir. Sizin qrup artıq işləyəcəkdir, bax, burada ikinci bölməni. İkinci bölmədə faizin tətbiqləridir. Ədədin faizinin tapılması.
Ədədi faizin tapılmasında yenə də 2 testdir. 2 testdən biri sadəcə ədədi faizin tapılmasına aiddir. Amma biri müxtəlif sahələrə tətbiq olunmuşdur. Məsələn, sadə ölçü sistemində olan, metrik ölçü sistemində olan müxtəlif sahələrə tətbiq olunmuşdur. Onların tətbiqlərini işləyir. Daha doğrusu, yaxşı olar ki, siz bax bu saatın 20% neçə dəqiqə gəlir, həmin o bölməni işləyəsiniz. Yaxşı, indi kim kompüterdə aça bilibdir, daha yaxşı aça bilməyənlərə mən kömək edəcəm. Yaxşı, onda siz vaxtı keçirməyin. Bax, burada işləyin. Gəl bura. Mən belə fırlayım. Mən onu üzrü fırlayacağım. Siz tərcih daha yaxşı. Sizin üçün televizyonda da görəcəksiniz. Bir də sizin şeylərinizi bulanmayın, mən başa salacağım. Dəyməyin. Bax, sizə demişəm ki, mən faizi çevirərsiniz də səhvlər. Siz bax, bunu işləyəcəksiniz. Mən ekrana saldım. Hə, işləyib dərin, qoymursun o. Siz indi bax bu iki açın işləyəcəksiniz. Sən bunu demişəm. Ondan sonra siz açabilirsiniz saat. Yəni hansını verin onu getirir. Hə. Hə. Yaxşı. Axırda da yoxlama düyməsi var. Yaxşı, gəl. Bir də hesablar sizdən. Nəsə gəlsən söz göstərəcək. Yaxşı, siz nöqtəni düzgün ayırmışsınız. Nöqtə ilə ayırmasam sizinlə verəcəm. Mən kompüterdə. Hə. Nöqtə. Siz verin qoymayasınız. Buraya da yazın. Ondan işlemi yox. Buradan işlemi. Kim işini yekunlaşdırdı? Hansı düzdür? Halal sizə. Yaxşı, indi sizə qrupla başlayaq. Siz də çalışın yekunlaşdırım işlərini. Yaxşı, oturun siz. Siz işləyənlər, biraz işini tezləşdirin. Yox, ikincisini işlədik. İkincisi başqa yoldaşlarımızdır. Yaxşı, 2 faiz tapanda nə edəsiniz? Mən 100-ə böldüm. Hə, faiz tapdınız, 100-ə böldünüz. İstənilən faizi tapanda hamısını 100-ə bölməklə tapdınız. Hə, laf doğrudur, elə olsun, proqramda doğru olsun göstərir. Yaxşı, sizin necə doğru çıxdı? Ona deyilir, ola bilsin ki, siz yazıb pozursunuz, yazıb pozanda onu nəzərə alır ki, bir dəfə səhv işlərini pozun, sonra yazır. Yaxşı, indi sizin qrup, deyin görün siz nə tapacaqdınız? Gönlünüz durun, işinizi deyin, bu işinizə görürsünüz, bunların işinizə ekranda deyin görün. Yaxşı, dəyin. Durun kızım, bir görün,
Burada mən saatın 20%-ni tapdım. Mən 1 saat 60 dəqiqədir. Mən faizə görə ədədini tapmadım. Deməli, həmin qaydada siz faizə görə dərsi matematik qaydasından istifadə edərsiniz. Yaxşı, sadəcə biraz asan hesablama üsulundan istifadə edə bildiniz. Məsəl üçün, saatın tapdıq, elə 7-də. Saatın nəticəsini deyil tapdıq. 20%, saatın 20%-ni şuna əldə deyil adamda. Mənim onun 20%, 60%. Yaxşı olar, belə də olar. Əsas o düz edirsən. Yəni, kəsə də çevir vura bilərdin. Adi kəsrə də onun adi kəsrə də sən saatlar tez biləcəkdir. Sadəcə olaraq yaxşı, uşaqlar, tezə siz qaldınız. Qaldınız, yaxşı, hamşın yoxun görək hissəsini düz yazmışsınız. Hə, 100% hamısını düz yazıb yoldaşlarınız. Yaxşı, indi siz deyin görün nə varsınız? Pozitivdən, o sanız onu səs götürəcəkdir. Yaxşı, baxın. Uşaqlar, baxın yoldaşlarınız var işlər. Hamınız baxın. Hamısını düz yazıb. Hə, özdə pozma olmuş deyil, hamısını düz götürdü. Yaxşı, durun görün bir dənəniz burada nə iş gördünüz? İzah edin. Hə, durun, gördüyünüz işi deyin görün, nə hamısını düz yazıb. Düzünüzü deyin görün. Ben faizden çevirmişiz, faizden çevirmişiz. Anladım. Yaxşı, bunun yaxşı xüsusiyyətinin biri odur ki, siz həm də səhvinizi gördünüz. Bir də səhvsiz işləyəndə burada artıq səhv verir, pozub silmir adətən. Pozub siləndə artıq proqram pozub sildiyinizi nəzərə alın. Yaxşı uşaqlar, indi bir həqiqətdə faizə aid işləri gördünüz. Mən sizə iki vərəqlər verəcəm. Siz artıq bu dəfə işinizi iki vərəqlə yazarsınız. Yəni, siz vərəqlərinizi paylayın. Yaxşı, bax, faiz sizlərə. Bax, bu sizin işiniz. Ondan sonra kəsiniz. Bax, kəsiniz. Yox, dərs hazırlıqda. Hə, market, böyük yazısın, nə marketə yazın. Kimdə yoxdur, market yazın. Kimdə market yoxdur, desin verin. Varınızda sizdə tamam. Sadəcə biraz verin. Sizə misallar verin də. Hə, yoxdur. Biraz gəlin.